Qolda olan kəsi izləri, qarında olan keysəriyyə çapıqları, yara izləri, akne çapıqları, keloidlər, yanıq yaralarından sonra qalan topa qabarıqlar, bunların hər hansı biri səndə varsa mənə diqqətlə qulaq as. Mükəmməl bir məhsul haqqında danışsam ki, istifadə etdiyiniz zaman həqiqətən bu çapıqlara, izlərə son qoyacaq. Amma əvvəlcə ekrandakı ürəyi qızar. Sizə lazım olan Dermalis plastırdır. Deməli bu plastırı qutunun üzərində yazıb istifadə qaydası neçə gün, gündə neçə saat, nə qədər yapışdırırsınız. Bu qaydaya riayət eləyib çapıq boyda kəsib çapığın üstünə yapışdırdığınız zaman nə edir? Dəridə kollagen sintezinin ifrazını artırır, dərini qalınlaşdırır, çapıqların ətrafında olan qabarmaları qısa zamanda aradan qaldırır və tədricən çapığa tamamilə son qoyur. Üstəlik dəri rəngindədir. Rahatlıqla üzə, qola, ələ vura bilərsiniz. Hətta üstündən kosmetika çəkə bilərsiniz. Üstəlik minik qırışları da yaxşı təsir edir. Axı dərini nəm saxlayır, dərini qalınlaşdırır, minik qırışları da aradan qaldırır. Ölkənin bütün apteklərində var, olmasa əczaçılarımızdan xahiş edin, Dermalis plastırı zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçünsə məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam qalasınız.